Salam əziz şagirdlər, bugün dərsimiz ion rabitəsidir. İon rabitəsi nədir uşaqlar? İon rabitəsi elektron-mənfiliyi kəskin fərqlənən element atomları arasında əmələ gəlir. Əmələ gələrkən elektron keçidi ilə yaranır. Biz bilirik ki, metallar elektronu verirlər. Elektronu verərək müsbət yüklü kationlar olurlar. Qeyri-metallar isə elektron-mənfilikləri yüksəkdir. Elektronu cəzb edirlər və mənfi yüklü anion olurlar. Deməli, ion rabitəsi metallar və qeyri-metallar, yəni müsbət yüklü həm də mənfi yüklü ionlar arasında əmələ gələsidir. Buna ümumi tərif versək, elektrostatik cazibə qüvvəsi nəticəsində yaranan rabitəyə ion rabitəsi adlandırasıyıq. Gəlin birləşmələrə baxaq. Oradan yaranma mexanizmi daha bizə aydın olasıdır. Məsələn, natrium-xlor. Natrium metaldır, xlor isə qeyri-metaldır. Natriumun xarici təbəqəsində bir elektron var. Bu elektron nüvə tərəfindən az cəzb olunur. Az cəzb olunduğu üçün bunu rahatlıqla verə bilir. Verdiyi üçün natriumun elektron formulu I2S2, 2p6 şəklində olur. Bir elektron verdiyi üçün natrium müsbət yüklü kation olur. İndi isə xlora baxaq. Xlor qeyri-metaldır, elektron-mənfiliyi yüksəkdir. Ona görə elektronları özünə cəzb edəsidir. Bunun xarici təbəqəsinə bir elektron qəbul eləməlidir ki, tam orbitallar doğulsun. Natriumun verdiyi bir elektronu xlor qəbul edəsidir. Elektron formulu 3s2, 3p6 şəklində olasıdır. Və xlor bir elektron qəbul etdiyi üçün xlor mənfi yüklü anion olasıdır. Deməli, müsbət mənfi yüklü ionlar arasında yaranan rabitəyə biz ion rabitəsi adlandırasıyıq. Başqa birləşmələrə baxaq. Maqnezium oksidə baxaq. Maqnezium metaldır. Xarici təbəqəsində 2 elektronu var. Bu 2 elektron nüvə tərəfindən az cəzb olunduğu üçün rahatlıqla verir. Verdiyi üçün xarici təbəqəsində elektron sayı 2s2, 2p6 şəklində qalır və 2 elektron verdiyi üçün maqnezium müsbət yüklənir, yəni kation olur 2 elektron verdiyi üçün. Oksigen qeyri-metaldır, elektron-mənfiliyi yüksək olan elementlərdən biridir. Yüksək olduğu üçün elektronu cəzb edəsidir. Hansı ki, maqneziumun verdiyi elektronu oksigen qəbul edərək 2s2, 2p6 şəklində orbitalları elektron formulu olasıdır. Oksigen 2 elektron qəbul etdiyi üçün mənfi 2 olaraq, yəni anion olasıdır. İon rabitəmizin yaranma mexanizmi bu şəkildə. Metal elektronu verir, digər qeyri-metal isə elektronu cəzb edir. Metallarda elektron-mənfilik zəifdir, ona görə elektronlar rahatlıqla verirlər. Qeyri-metallarda elektron-mənfilik güclüdür, ona görə elektronları rahatlıqla qəbul edirlər. Baxın, ion rabitəsinin güclü olması üçün uşaqlar elektron-mənfiliyi çox olan və elektron-mənfiliyi az olan elementlər götürməliyik. Yəni, kəskin fərqlənməlidir. Biz bilirik ki, elektron-mənfiliyi ən çox olanlar qeyri-metallardır. Qeyri-metallar elektron sevirlər. Və ən güclü qeyri-metalımız hansıdır? Sual olunsa, dövrün nömrəsi kiçik, 2-ci dövr və qrupun nömrəsi böyük, 7-ci qrup. Bunlar, məsələn, burada olan element flördür. Florun elektron-mənfiliyi ən yüksəkdir, bunu bilirik. Elektron-mənfiliyi ən az da metallarda olurlar. Ən güclü metalımız bilirik ki, dövrün nömrəsi böyük, qrupun nömrəsi kiçik olanlardır ki, bunların da elektron-mənfiliyi, aktivlikləri böyükdür bu metalların, ancaq elektron-mənfiliyi kiçik olasıdır. Bu elektron-mənfiliyi böyük, elektron-mənfiliyi kiçik olan birləşmələrdə güclü ion rabitəsi olasıdır. Xassələri nədir bu ion rabitələrinin? Polyarlaşma dərəcələri böyükdür.
Polyarlaşmaq müsbət və mənfi yükün əmələ gəlməsidir. Müsbət və mənfi yükün əmələ gəlməsidir. Bilirik ki, ion rabitəsi ionlar arasında əmələ gəlir. Müsbət və mənfi yüklü ionlar arasında. Dərəcə deyəndə isə bayaq dediyimiz kimi biri böyük olmalıdır elektron mənfiliyi, biri də kiçik olmalıdır. Buna görə bunların polyarlaşma dərəcələri daha böyük olurlar. Kimyəvi reaksiyalara asanlıqla girirlər. Yüksək ərimə və qaynama temperaturuna malikdirlər. Baxın uşaqlar, bunlarda olan ionlar, müsbət mənfi yüklü ionlar bildiyiniz kimi bir-birlərini cəzb edirlər. Bir-birlərini cəzb etdikləri üçün orada olan ion rabitəsini qırmaq çətin olur. Çətin olduğu üçün gərək ki, bunlara ion rabitələri, birləşmələrə yüksək əriməsi üçün, qaynaması üçün yüksək temperatur lazımdır. Asanlıqla ionlara ayrılırlar, məhlulları və ərintiləri elektrik cəryanını keçirirlər. İon rabitəsi haqqında bu qədər uşaqlar.